Xoş gördük, əziz dinləyicilər. Bilirsiniz ki, məhz 2 gün bundan qabaq İsrailin Xarici İşlər Naziri Azərbaycana gəlmişdi və İsrailin Xarici İşlər Naziri Azərbaycanda çox vacib görüşlərdən sonra Qazaxstana getdi. Yəni Qazaxstan və Orta Asiya Amerikaya söz verib ki, yəni İbrahim sazişlərinə qoşulsun. Yəni İsrailin məhz bütün dünyada müsəlman ölkələri içərisində elə Türk ölkələri ona ən yaxındır ki, həm Qazaxstanla da yaxşı münasibətlər var, həm Azərbaycanla, həm də bu müttəfiqliyə doğru davam etməkdədir. Həm Amerika, həm Azərbaycan, həm Orta Asiya, həm də ki İsrail. Bununla bərabər Azərbaycanda İsrailin açıqlamalarından sonra bu yenə də İranda etirazla qarşılandı. İranda mətbuat yazdı ki, biz buna etiraz edirik, razı deyilik, onun açıqlamaları və s. və ilə axır. İkinci yenə də təəssüf olan məsələlərdən biri odur ki, Türkiyə mətbuatı da əsasən bu ixvancılara yaxın, müsəlman firqəçilərinə yaxın medialar yenə də Azərbaycanın bu barədə müəyyən mənada öz etirazlarını bildirdilər, hətta təhdid də etdilər. Halbuki Azərbaycanın 100% dərdi olduğu da Azərbaycanı bu günləri Rusiya təhdid etdikdə heç kəs bu barədə heç açıqlama vermir. Məsələn, bu yaxınlarda bilirsiniz ki, Dugin məhz bildirmiş ki, Azərbaycan Orta Asiyanın təhlükəsini, ümumiyyətlə o ölkələrin müstəqilliyinə son qoymaq lazımdır. Amma təəssüflər olsun ki, bugün bizim qardaş Türkiyədə heç buna etiraz edən bir mətbuat və yaxud da buna etiraz edən bir siyasətçi eşitmirik. Amma ən vacib olan məsələ ki, mən bu barədə çox danışım, istəyirəm ki, həqiqətləri ortaya qoyum. Bu günləri Türkiyə ilə əslində İsrail bir-birlərini tənqid etməkdə, bir-birləri ilə sanki müharibə eyforiyası yaratmaqda çox maraqlıdırlar. Bu İsrailin də işinə yarayır. Bu həm də ixvancı Türkiyə hökumətinin işinə yarayır. Məhz ixvancı Türkiyə hökuməti ölkəsində olan o bəzi insanları manipulyasiya etmək üçün, əsasən öz xalqını manipulyasiya etmək üçün, hər zaman onu döyüş həddində saxlamaq üçün İsraildən bir düşmən düzəldir. Eynən İsrail siyasətinə də bu yarayır ki, məsələn, İsrail də Netanyahu da öz siyasətini yürütmək üçün Türkiyədə bir düşmən yaradır. Amma mən bu barədə həmişə açıqlama vermişəm ki, ən axmaq, elə bir axmaq adam nə İsraildə, nə də Türkiyədə var ki, onlar bir-birinə vuruşsunlar. Həyatı boyu bir-birinə vuruşmayacaqlar. Əksinə, əslinə qalsa İsraillə Türkiyənin bir-birlərinə ehtiyacı var və arxadan bir-birləri ilə kifayət qədər altdan bir-birləri yaxşı münasibətlər də, ticari münasibətləri qəti surətdə qırılmır. Və bu günlərdə İsrail ilə Türkiyə arasındakı ticarət dövriyyəsi artıq 9 milyarda çatıb. Türkiyə öz texnoloji ehtiyacı olduğu vasitələri İsraildən alır və İsraildə də yanacaq və digər deməli materiallar satır ki, bilirsiniz ki, məhz Türkiyədə özünün enerji koridoru olmasından maraqlıdır ki, Azərbaycandan gedən, bütün yerlərdən gedən İsrailə gedəcək məhsullar da məhz Türkiyə vasitəsilə İsrailə gedir. Türkiyədə İsraildən kifayət qədər məhsul alır. Yəni, bu üzdə olan bəzi ixvancıları, bəzi firqəçiləri bir döyüş əhval-ruhiyyəsi yaratmaqla əslində öz siyasətlərini yürüdürlər. Amma aşağıdansa, altdan-altdansa, pərdə arxasından isə əlbəttə ki, iqtisadi əlaqələr yüksələn xətlə davam edir və mən deyərdim ki, həmişə demişəm, yenə də deyəcəm, İsrail və Türkiyənin regionda bir-birlərinə ehtiyacı var. Bu mənasız davadalaş, bu İsrail, Türkiyə müharibə eləyə bilərmi kimi bilirsiniz, hər yerdə bu reklam edilir. Çox dilə yatımlı bir məsələdir, insanı narahat edən məsələdir. Amma inanın mənə, bu Türkiyə siyasətinə də, İsrail siyasətinə də çox sərf eləyir ki, özlərini dünyaya belə göstərsinlər, sanki müharibə edirlər, sanki müharibəyə hazırlaşırlar. Amma əksinə, heç biri bir-birinin qırmızı cizgisini ayaqlamır, əksinə pərdə arxasından bir-birlərinə yardım və kömək edirlər. Necə ki, bu günləri biz İsrail Kürdlərə ciddi kömək edirdi, Kürdlərə dəstək verirdi və hətta bunu bəzi Siyonist deyənlər də bildirir ki, bax görürsən, İsrailin əlində xəritələr var, orada böyük Kürdistan yaratmaq istəyir. Amma o İsrail bu günləri YPG məsələsində sustu və tez bir zamanda da Əhməd Şara və Türkiyənin yardımı ilə də artıq indi Həsakə bölgəsində gedir. O da sönəcək. Yəni, deməyim budur ki, bu dövlətlər bir-birləri müharibə eləyən deyil. Arxadansa əksinə, pərdə arxasındansa özlərinin qırmızı cizgilərinə heç kəs ayaq basmır və bir-birlərinə ehtiyacları var. Ticarət dövriyyəsi də artan xətlə davam edir. Yəni bizə də bu barədə Orta Asiyada, Qazaxstanda tənqid edilənlər bilsinlər ki, bu tənqid yalnız və yalnız dindarlara aiddir. Təşəkkürüm diqqətinizə görə.